Həkim, xaya burulması nədir? Uşaqlarda bu nə dərəcədə tez-tez rast gəlinən bir şeydir və yaxud da hansı hallarda bu əməliyyat olunmalıdır? Xaya burulması təbii kəskin cərrahi bir problem və kəskin xaya sindromudur belə deyək və buna səbəb xayanın bir valideyn necə bilə bilər ki, bu uşağın xayası burulub? Misal üçün, birinci göstərici şişlikdir. Ağrı, şişlik, qızarıqlıq. Sual oluna bilər ki, sadəcə xaya vurulmasından uşağın xayası şişəcək? Xeyr, travmada ola bilər. Bir həşərat sancdığı zaman ola bilər. Xaya artımı iltihaplandığı zaman ola bilər. Xaya su toplandığı zaman ola bilər. Qasıq yırtığı boğulduğu zaman ola bilər. Eyni zamanda bəzi revmatoloji xəstəliklərdə ola bilər. Bəzi qan xəstəliklərində ola bilər. Amma ən təhlükəlisi xaya vurulmasıdır. Ona görə uşaqlarda anidən xayada ağrı və şişlik görüldüyü zaman mütləq şəkildə həmin saatda, həmin gündə o uşaq müayinə olunmalıdır və diaqnostikası dəqiqləşməlidir. Xayanın belə bir deyək, 3 damarı var. Bu 3 damarın üçü də bir kanal içərisindən keçir. Xaya döndüyü zaman 3 damarın üçü də eyni vaxtda dönür və alternativ yoxdur. Bizim 6 saat vaxtımız var. Əgər bir oğlan uşağında xaya vurulması baş verirsə, 6 saat içərisində o xayanı yerinə düzgün şəkildə döndürüb qoysaq, kobudca desək, bu xayanı 90%, 100%-ə qədər qurtarmaq mümkündür. 10 saatı keçərsə, xayanın yaşama şansı 0%-dir. Yəni 0,5. Bunun üzəri, yəni belə deyək də 6 saat çox önəmlidir. 10 saatı keçdisə o xayanı döndürmək olmur.